Neftçala Azərbaycanın balıqçılıq mədəniyyətinin əsas mərkəzlərindən biri hesab olunur. Kür çayı ilə Xəzər dənizinin qovuşduğu bu ərazi zəngin balıq ehtiyatları, 10 illiklərdir davam edən balıqçılıq ənənəsi və yüksək keyfiyyətli təbii məhsulları ilə balığın vətəni kimi tanınır. Məhz bu səbəbdən Neftçalada rəngarəng balıq festivalı keçirilir. Park Bulvar kompleksində baş tutan festival çərçivəsində balıqçılıq irsinin tanıdılması, kulinariya nümunələrinin təqdimatı, su idmanı çıxışları, müxtəlif sərgilər, əl işləri yarmarkası, fotozonalar və canlı musiqi proqramları nəzərdə tutulur. Festival Neftçala rayon İcra Hakimiyyəti Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. İl ərzində artıq 19 bölgədə məhsul festivalı keçirilmişdir. Bu məhsul festivalların keçirilməsində əsas məqsəd istənilən bölgədə torpaq, hava, iqlim şəraitinə uyğun olaraq məhsul ətrafında klasterin formalaşdırılmasıdır. Həmin bölgənin həm daxildə, həm kənarda təbliği həyata keçirilməsidir. O cümlədən qeyd etmək istəyirəm ki, biz həmçinin bu tədbirlər vasitəsilə emal müəssisələrinin yaradılmasını təşviq edirik ki, həmin bölgələrdə ilkin emal və digər emal məsələləri həllini tapsındır. Bu həm balıqçılıq akvakultura sahəsinin təbliğatı və o təqdimatı ilə yanaşı, eyni zamanda ölkədə balıq ehtiyatlarının dayanıqlığı və aqrar sahədəki innovativ yeniliklərin əhaliyə, xalqa çatdırılması, istehlakçılarla istehsalçılar arasında birbaşa təmasın yaradılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Festivaldakı sərgi və satış yarmarkasında müxtəlif növ təzə və hissə verilmiş balıqlar, həmçinin balıq məhsullarından hazırlanmış xüsusi təamlar təqdim edilib. Balıqdan hazırlanmış müxtəlif çeşiddə yeməklər də ziyarətçilərin böyük marağına səbəb olub. Mən həmişə gəlirəm Kürlə görüşməyə. Elə özüm də deyirəm ki, ya rodom где река впадает в море. Mən dənizdən çayın qovuşan yerindəyəm də. Xaricdə elə deyirəm, onlar da deyir, hardadır bu Misirdəndir bu, hansı çaylardır. Neftçalanın qonaqları təqdim eləyəcəyi təamlar, mədəniyyət çoxdur, amma biz onun illərlə PR-ını aparmamışıq. İnşallah bundan sonra da eləyərik. İnsanlar gəlir Neftçalaya. Bax, gəlir Kürün qırağında Neftçala balığını yedilər. Mən salamlayıram Naxçıvandan bizə baxanları, Naxçıvan televiziyasını, fermerlər, təsərrüfatçılar, insanlar müxtəlif əşyalarını, müxtəlif ümumiyyətlə fəaliyyətlərini nümayiş elətdirirlər. Dövlət qurumları var. Bir sözlə hər şey əladır, mükəmməldir. Burada müəyyən məsələn yeməklərimiz var ki, sırf mətbəx, Neftçalaya aid olan mətbəxdir. Görürsünüz, bu paxlava xəmiridir, amma altında görürsünüz nə var? Balıq var. Bu aşımızdır bizim. Qabaqları bizim müqəddəs qonağımız gələndə bu aşdan dəmləyərdik. Siz burada, məsələn, bizim ailəyə məxsus olan bir balıq şüftəsidir. Bu mənə aid olan bir yeməkdir. Tərxunlu balıq. Görürsünüz, bu tərxunla karamelizə olunmuş bir yeməkdir. Bu balıq buğulamasıdır, görürsünüz. Bəli, bu deməli portakal suyunda olmuş bir balıqdır. Onun tərkibində göyd var, turşulu var. Yəni yeni bir sunumda elə olunub bu. Çəki balığının yeni bir sunumunda olub bu. Bu görürsünüz ləvəngi, sümüksüz ləvəngidir. Yəni burada sümük yoxdur bir şeydə. Başqa hazırladığımız balıqların heç birində sümük yoxdur. Demək bir-bir olaraq təmizlənib. Narın tərkibindən qovurmadır. Heyvan içərisində bölgə balığının qovurması. Bu da feyxa. Sushi də hazırlamışıq biz. Sushimiz də hazırdır. Görürsünüz, qoymuşuq hazır qabədətə. Azərbaycanı təmsil edirik. Budur. Burada bütün ölkələrdən şəkillərimiz və Azərbaycanda tutulan turnirlərdən bütün xarici ölkələrdən gələn qonaqlarımızdır. Məsələn, burada Osmaniya şəhəridir, bura Polşadır, məsələn, hər bir ölkədən, bura Tunisdədir. Gelmişik Tunisdə də yer tutmuşuq. Hər bir ölkədən belə bir fraqmentlərlə gəlmişik, Bakı Balıqçılar Klubunu tanıtıraq. Həmçinin festivalda balıq istehlakçıları da balıqların yetişdirmə üsullarından, xeyir və zərərlərindən danışdılar. Burada bir neçə balıq növü görürəm. İstəyərdim ki, tamaşaçılara bu balıq növləri haqqında məlumat verərdiniz. Bunlardan hansı daha çox xeyirlidir və yaxud da ziyanlısı varmı? Daha çox göllərdə, yəni sünni yolla belə bir fikir var ki, yəni göllərdə çoxaldılan balıqlar insan orqanizminə müəyyən ziyanları var. Bax, istəyərdim bu haqda məlumat verərdiniz. Tamam. Deməli, burada gördüyünüz balıqlardan bu ön sırada duran yerli, deməli, farel balıqlarımızdır, qızıl balıq demək olar onlara, qızıl balıq kimlərə aiddir. Bunlar bizim sünni göllərimizdə yetişdirilib. Əgər normativlərə, bütün qaydalara rəayət olunsa, heç vaxt onların ziyanı olmaz. Bu bir stereotipdir ki, dəniz balıqları daha belə deyək, xeyirli, faydalıdır. Sünni göldə yetişdirilənlərdə isə ziyanlı nələrsə ola bilər. Amma bu, dediyim kimi, səhv stereotiplərdir. Çünki dənizdə olan balıqlarda
bəlkə də daha çox təhlükə var. Çünki dənizdə olan balıqlar nəzarətsiz olur, onlarda o kumulyativ ağır metallar filan yığıla bilər. Amma süni göllərdə yetişdirilən balıqlarda isə əgər yenə təkrar edirəm, bütün normativ qaydalara riayət olunursa, onlarda heç vaxt təhlükəli bir maddə əmələ gəlməz. Bunun içində beluqa, kür nərəsi, rus nərəsi, cökə, şip, qaya balığı və digərlərini yetişdiririk. Hansı ki, sırf kürə alımından inkubasiyanı özümüz eləyirik, süni mayalanma şəklində hamısını özümüz yetişdiririk. Yəni, kənardan heç bir məhsul almırıq, mayalanma kürə almırıq. Deməli, əsasən gördüyünüz məhsullar burada Atlantik siyənəkdir. Norveçdən gələn, xammal gələn Atlantik siyənəklərdir. Burada cürbəcür növləri, ədviyyatları var, sadə yağı var, şüyütlü ədviyyatları var. Sonra burada yerli balıqlardan kirkə məhsulları, Xəzər kirkələridir. Bunlar da preservalarıdır. Bunlar sadə variantı. Marinat olunmuşların bir neçə növləri var. Premium mallardan, xam maldan hazırlanmış məhsullardır. Dalğa məhsulları biz həmişə öz brendimizi, həm də öz keyfiyyətimizi üstünlüyü tuturuq. Çünki bütün məhsulların xam malını daha ən yaxşı keyfiyyətini seçirik. Həm də istehsalında da bütün standartlarına uyğun istehsal olunur. Bu gördüyümüz bu proses nə adlanır? Deməli, gördüyümüz bu proses əsas o kolvalarda olur. Tövədicilər, ana balıqlar onun içindədir, sənin içində. Hipofizar ineksiya yolu ilə iynə vuraraq kürü alırıq və kürü 5-7 sutka ərzində dönüb balaca malyoklara dönür, xırdək balıqlara. Və sonradan da 5 gündə vannalarda saxlayandan sonra satışa verilir. Aynur Nadir qızı, Atabək Səyyad, Eşət Eydurov, NTV Xəbər Neftçala.